Salam əziz dostlar. Bu bizim kuxnanın çoxlu poludur. Deməli, mənə hərdən bəzi adamlar deyir ki, sən əvvəl penoplastla işləyirdin, amma son vaxtlar penoplastsız işləyirsən. Nəyə görə belə bir fikrə gəlirlər? Çünki əvvəl mən penoplast alırdım, üstündə yumru çıxıntılarla və bu toplu pol onların arasından keçirilirdi və yığılırdı. Amma son vaxtlar mən o qayda ilə işləmirəm, o penoplastdan işlətmirəm. Ona görə də bəzi adamlar indi elə bilirlər ki, mən elə beton üstündən bu falqanı sərib və toplu pol vururam. Əslində elə deyil. Əslində bunun altında, bu falqanın altında bu cürə ikili ya da üçlü penoplast olur. Burada görünür həmən penoplast. Hal-hazırda üçlü penoplast, penoplex. Penoplastsız mən heç vaxt toplu pol yığmıram. Heç vaxt yığmıram. Falqanı isə mən bunun üstündən, penoplastın üstündən sərirəm ki, düzdür, bir balaca da olsa istiliyi atrajat eləyir yuxarı, amma əsas onun məqsədi o deyil. Əsas məqsəd odur ki, orada falqanın üstündə beləncik xəttlər var, kvadratiklər, yəni 5 santidən 1, 5 və 10 da belə. Əsas onlardır, punktirlə olan 5 santimetrlərdir. Və bu falqanın üstündən, yəni standart xəttləri atmaq rahatdır. Məsələn, 15 santimetrdən fikirləşmişsinizsə, bu xətlə gedirsiniz 15, 15, 15 və 15 idealçı. Ancaq işin rahatlığı üçün, yəni xəttlər düz olsun, eyni razmer ölçüdə olsun deyənə bu falqa sərilir və onun üstündən skoblarla toplu pol birləşdirilir, bərkidilir. Bundan sonra bir dənə qalırmaya qatıb styaşkanı vurmaq və iş bitdi. Siz də toplu polu santexnik işini düzgün eləyin, elətdirin. Yəni bu qaydada heç vaxt penoplastsız birbaşa bu falqanın üstündən toplu pol vurdurmayın. Çünki itki çox olacaq. İstinin 40% gedəcək betona, qalan 60% isə yuxarı. O da heç bir ev yasına əslində lazım deyil. Yəni qonşunun panelinə, altdakı paneli qızdırmaq heç bir mənası yoxdur. Belə. Videomu bəyənmişsinizsə like yerləşdirməyi unutmayın. Sağ olun, salamat qalın.